Bu videoda sizə Sima tətbiqindən necə qeydiyyatdan keçə bilərsiniz, onu göstərəcəm. İlk növbədə Play Store və ya App Store-dan Sima tətbiqini telefona yükləyirsiniz və proqrama daxil olursunuz. Proqrama daxil olandan sonra sağ yuxarı hissədən dilin dəyişə bilərsiniz. Dilin dəyişdikdən sonra qeydiyyat butonuna klik edirsiniz. Açılan bu səhifədə şəxsiyyət vəsiqənizin seriya nömrəsini seçirsiniz. Yeni nəsil isə AA, köhnə nəsillərdə isə AZ olaraq qeyd olunub. Daha sonra şəxsiyyət vəsiqəsinin nömrəsini və PIN kodunu yazıb davam et butonuna klik edirsiniz. Vəsiqə məlumatlarını daxil etdikdən sonra qarşınıza belə bir səhifə çıxır. Burada öz üzünüzü kameraya çəkməlisiniz. Bundan ötürü üzünüzü çevrənin mərkəzinə yerləşdirərək və təlimata uyğun hərəkət etməlisiniz. Çəkiliş zamanı işıqlandırma yaxşı olmalıdır. Alatoran və yaxud qaranlıq ərazidə olmamalıdır. Əgər açqı taxırsınızsa, açqını çıxartmalısınız. Davam et butonuna klik edirsiniz. Proqram sizin kameranıza daxil olmaqdan ötürü icazə istəyir. Bu icazəni mütləq şəkildə qəbul edirsiniz. Daha sonra üzünüzü ekranda gördüyünüz çərçivəyə yerləşdirirsiniz və başla butonuna klik edirsiniz. Biometrik yoxlamanı keçəndən sonra qarşınıza belə bir səhifə açılır. Həmin bu səhifədə istənilən 6 rəqəmli PIN kodu təyin edirsiniz və bu kod sənədlərin imzalanmasında sizə lazım olacaq. Bunu yaddan çıxartmaq olmaz. Əgər biometrik yoxlamada qeydiyyat uğursuz alınarsa və 10 dənə cəhdin hamısını siz keçəndən sonra hesabınız bloka düşərsə, 157 çağrı mərkəzinə zəng edərək problemi onlara bildirirsiniz və onlar qısa zamanda bloklanmış hesabınızı blokdan çıxarırlar. Kodu yazandan sonra bir daha da həmin kodu təsdiq üçün yazırsınız və şifrə təyin edildikdən sonra proqrama daxil olmaqdan ötürü üz tanıma funksiyasını sizə təklif edir. Bunu qəbul edə də bilərsiniz, etməyə də bilərsiniz. Şəxsi işinizdir və bununla da Sima proqramında olan qeydiyyatınız tamamlanır.